Bağışlayan və mehriban Allahın adıyla, dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız, hər vaxtınız xeyir olsun. Mübarək Ramazan ayı, rəhmət ayı, bərəkət ayı, neymət ayı. Allah Teala bu ayın neymətindən, bərəkətindən, rəhmətindən, məğfirətindən sizləri və bizləri binəsib eləməsin. İrs Media, bir ay, bir ömür adlı verilişimizlə yenə də evlərinizin qonağıyıq. Təbii ki, iftar vaxtına, iftar saatına azacıq vaxtımız qalıb. Hər axşam olduğu kimi bu axşamda bizim çox dəyərli qonaqlarımız var. Amma mən qonaqlarımızı sizə təqdim etməzdən əvvəl hər axşam olduğu gibi elə bugün də mənim sizdən bir xahişim var. Səhifəmizə abunə olmağı unutmayın. Beləliklə mən istəyirəm çox dəyərli və əziz qonaqlarımı sizə təqdim edəm. Azərbaycanımızda uzun illərdir öz elmi ilə, moizəsi ilə, xütbələri ilə xidmət göstərən, sözün əsl mənasında mən həmişə onu özümə böyük qardaş, bunu belə özüm üçün ürəyimdə bax bu insanı, bu şəxsi həmişə bu cür tanımışam ki, mənim böyük qardaşım. Və bizim Bakımızın Sahib-əz-Zaman Əccəlallahu Fərəcəhin adını daşıyan məscidimizin imamı, hamımızın əzzi, dəyərli ustad, ilahiyyatçı Hacı Natiq. Hacı, xoş gəlmişsiniz. Bismillahirrahmanirrahim. Mən öncə sizə dərin təşəkkürümü bildirirəm ki, məni dəvət eləmişsiniz verilişinizə və Allahdan duam budur ki, Allah Teala sizin bu gözəl işinizi əbədi eləsin, daimi eləsin və bu işlə müvəffəq olasınız inşallah. Allah sizdən razı olsun. Çox sağ olun Hacı. Allah razı olsun. Oruc namazınız qəbul olsun. Mənim daha bir əziz qonağım doğrudan da ki, yaşının az olmağı, yəni gənc olmasına baxmayaraq, amma xidməti artıq illərdən çoxdur. O da bizim çox dəyərli məddahımız, elə Hacının evladı, mənim əzizim Hüseyn İsalı. Hüseyncan, xoş gəlmişsən. Xoş gördük Hacı, xoş gördük. Salamlayıram mən də əziz, dəyərli İrs Medianın rəhbərliyini və təşəkkür edirəm sizə, dəvət eləmişsiniz. Ramazan ayımız mübarək olsun və bizi izləyən tamaşaçıları salamlayıram. Allah tutduğunuz orucları, qıldığınız namazları qəbul eləsin inşallah. Çox sağ ol. Allah razı olsun, Allah var eləsin inşallah. Doğrudan bunu qeyd etməyi özümə borc bilirəm ki, bizim dəyərli Hacı Natiq ilahiyyatçımız, mənim əzizim, mənim qardaşım, mənim böyüyüm, o heç bir efirdə olmur və efirlərə çıxmır, amma xüsusi fəaliyyəti bizim Sahib-əz-Zaman Əccəlallahu Fərəcəhin adını daşıyan məsciddədir, artıq illərdir. Azə illərdir o məsciddə xidmət göstərirsiniz. Daşı da qoyanlardansınız. Bir 20 ildən çox olar, hə Hacı? 23 il müddətinə tamamladım o məscidi Allahın köməkliyi ilə. Allah sizi var eləsin. Allah'ım. Hacı o insanlardan da o qardaş, o belə deyək, bu cür ilahiyyatçilərdəndir ki, Hacı vaxt bu məscidin o fəhləliyində də özü iştirak edib. Onun imamlığında da özü iştirak edib. Bütün məsələlərdə canla, başla ömrünü qoyub bu məsciddə. Allah Teala sizi var eləsin. Allah hifz eləsin və bu işdə Hacıya hər kim istər mənəvi dəstək olursa, o kəslərin də Allah vücudunu bir bəla eləsin inşallah. Hacıcan, hər axşam verilişimizdə ruhanilərimiz olur, ilahiyyatçilərimiz olur, psixoloqlar olur və hər axşam ictimaiyyətin düşündürən suallarla bizə ismarıcı olunur, biz də o sualları yönəldirik dəyərli alimlərimizə. Bax, Hacıcan, mübarək Ramazan ayıdır. Bu Ramazan ayının çox böyük bir bərəkəti var, çox böyük bir Allahın bəndəsinə olan böyük vədləri var. Bax, böyük yaradan Allah Müteal bu ayda bizlərə nələri tanıdıb? Allah Teala nələri qiymətləndirir bizim üçün? Bu arada danışalım. Çox gözəl sualdır. Əvvəla onu vurğulayım ki, bu Ramazan ayında biz bərəkətli ayda sanki böyük bir dəryanın içindəyik və siz o dəryadan mənə sual verirsiniz. Allah Təbarək Teala bu ayda oruç tutmağı bizə buyurur. Amma bir diqqət eləyə görə Allah Teala Ramazan ayının qiymətini nə cür dəyərləndirir, nə cür tanıtdırıb, nə ilə tanıtdırıb, oruç tutmaqla tanıtdırıb, namaz qılmaqla tanıtdırıb.
Diqqət etsək əgər Allahın buyruğuna, Allah buyurur ki, Şəhr Ramazan unzilə fihil Qur'an. Allah belə buyurur, bu həmən aydır ki, Qur'anı bu ayda nazil etmişəm. Qur'anı bu ayda nazil etmişik, yəni Allah demir, bu ayda orucu nazil etmişik, namazı nazil etmişik. Diqqət elə, Allah deyir, bu ayda Qur'anı nazil etmişik. Burada nazil etmişik, nə cür başa düşək biz ki, Qur'anı Allah bizə çünki Qur'anda inzal sözü çox işlənib. Məsələn, Allah Təbarək Təala buyurur ki, biz səmadan yerə yağış nazil edirik. Səmadan, göydən yağış yerə nazildir. Biz bilirik ki, yağış bir buludda cəm olur və o yerə nazil olur və nə qədər buludun içində su tutumu varsa, o qədər də yerə nazil olacaq və ardı kəsiləcək. Amma Qur'anın nazil olmağı, buradakı inzal o cür deyil. Allah Teala ki buyurur ki, biz Qur'anı nazil etmişik, Allah Qur'anın cilvəsini bizə nazil edib, elə bil ki, bir ip nazil edib. Amma ipin bir ucu Allahın öz əlindədir. Elə bil ki, bir insan quyuya düşüb, istəyirsə onu quyudan çıxardasan. Gərək bir ip verəsən ki, o bir ucunu o tuta, bir ucunu sən dartıb çıxardasan. Allah deyir, mən Ramazanda, Allah deyir, Ramazanda biz Qur'anı nazil etdik. Yəni bir ip salladıq ki, onun bir ucunun adı nədir? Qur'an. İpin bir ucu da Allahın əlindədir. İndi kim bu Qur'andan yapışsa, anlasa, oxusa, düşünsə, təfəkkür eləsə, Allah Teala o ipin vasitəsilə onu özünə tərəf çəkər. Gözəl. Xoş o insanların ağzına ki, bu ayda Qur'an oxuyarlar. Qur'ana diqqət edərlər. Qur'anda yazılan ayələri bir ayə kimi oxuyub keçməsinlər. Diqqət eləsinlər, təfəkkür eləsinlər, fikir eləsinlər. Allah Teala nə deyir, nə mesaj göndərir Qur'anda. Çünki Qur'an bir hidayətçidir. Bir nurdur ki, Allah Teala onu nazil edib və bu ayda əlbəttə oruç tutmağı Allah vacib bilib. Oruç tutmağı vacib bilib. Biz orucu necə düşünürük? Elə ac qalmaq kimi? Yox. Pəhriz kimi yox. Yəni insan ola bilər ki, mədəsi xəstə olar, ac qala bilməz. O demək deyil ki, oruç tutmasın. Onun gözü gərək oruc ola, dili gərək oruc ola, qulağı gərək oruc ola. Ac qalmaqlıq orucun bir insan mürəkkəb yaranışdır. Bir cismi var, bir ruhu var. İnsan tox olanda, belə deyək, ruh insanın yadından çıxır. Amma aclıqda bir bərəkət var. İnsan ac qalarkən ruhun hiss edir. O iftara yaxın bir dövr, o insanın belə bədəni süstləşir, zəifliyir, insan niyə gün batana qədər? Elə gündüz məsələn deyək ki, gün batmalığa bir 2 saat qalmış, olmazmı ki, insan iftar eləyə? Niyə gün batanda, niyə azan vaxt? Demək, hələ nə qədər ki, gün işığıdır, insanın gözü görür, insanlar bir-biri ilə əlaqədədir. Bu zaman insan nə edir? Bütün o şeyləri ki, Allah Teala bizə haram bilib, yasaq eləyib, onlardan insan bu gün işığında çəkinər. Gecə isə çəkilər öz evinə, istirahətini edir. Burada böyük hikmətlər var. Yəni Ramazanın bir verilişə sığmaz, bəlkə milyon verilişə sığmaz. Hələ bu bir aylıq biz bu verilişlərlə bağlı hələ görəm ki, gündəlik 2 sual, 3 sual yox, tamamlanmır. Bu mövzular haqqında nə qədər illərlə, bəlkə əsrlərlə danışılsa. Bəli, insan bu ayda öz ruhunu tapmalıdır. Çünki Allah Təbarək Təala insanın ruhu ilə cisminin arasındadır. Ona qəlb deyərlər. Bir var ürək ki, insanın cismindədir. Bir var qəlb. O qəlb Allah oradadır. İnsan bax həmən o qəlblə cismin arasında olan qəlb ki, arada qalıb, insan ruhunu tapmaq istəyir, gərək Allahı tanıya. Allahı tanımaq üçün Allah nə edib?
nazil edib Qur'anı ki, insanı hidayət eləsin düz yola. İnsan əgər Qur'anı oxuyub, dərk eləsə, orada deyilən sözləri rəiyyət eləsə, o Allahı qəlbində yetişdirə bilsə, tamamlasa, öz ruhu ilə cismini birləşdirə bilər. Hacı, bayaqlar bir söz dediniz ki, bu ayda Qur'an oxumaqlı daha. Bəli. Hətta, Xudavənd misal, bu ayda hətta bir ayə oxunarsa belə, digər aylardan onun savabı daha əfsər Bəli, var. bəli, o cür. Bunun mənəvi Yəni tərəflərindən biri. o biri aylarda, yəni insan məsələn deyək ki, bir ayə, bir Qur'an xətm eləsə, bu ayda bir ayəsi bir Qur'andır. Bir ayəsi bir. Bir ayəsi bir Qur'an. Subhanallah. Yəni Allah Teala bu qədər insanın yəni bu ayda dəyərli olmağına fürsət verir. Yəni bu ay belə deyək, adi bir şəkildə məsələn bu gün siz məni dəvət eləmisiniz. Əlbəttə qonaq dəvət eləmisiniz. Siz əlinizdən nə gəlsə, əziz qonağınız üçün eləyəcəksiniz. Və qonağın da gücü nə qədər çatsa, o qədər istifadə eləyəcək. İndi bir ziyafət ki, Allahındır. Bir süfrə ki, Allahındır. Oradan götürməkli bizim işimizdir. Allah Teala bu süfrəni açıq elan edib, dəvət edib. Nə qədər insan başarırsa gərək buradan istifadə eləyər. Ruhunu qidalandıra. Və bu bir ayda Allah Təbarək Teala insana oruç tutarkən insana halal bildiklərindən çəkinmək deyir. O şeylər ki, Allah bizə halal bilir. Suyu içmək, çörək yemək. O şeylər ki, bizə halaldır, Allah deyib ondan çəkinin. Niyə? Ki, o birisi 11 ayda biz öz iradəmizi bu ayda möhkəmləndirib, o biri aylara qədəm qoyanda özümüzə sual verək. Mən o bir ayda halaldan uzaqlaşmışdım. Niyə mən bu biri aylarda haramdan uzaqlaşmayayım? Subhanallah. Bu bir məşqdir. İnsanın ruhiyyəsi. Bir hazırlıqdır. Bir hazırlıqdır. Yəni bu növbəti 11 aya bir hazırlıqdır ki, hətta Allah halalını bu ayda haram edir. Halalını çəkinin halaldan. Və bizə mesajdır bu ki, sən digər aylarda o haramdan qaçasan gərək. Ki, qalsın halaldır. Yəni, haramdan qaçmaq üçün bir örnəkdir. Allah Təbarək Teala insana ki, Qur'anı göndər. Qur'anın sözü möhkəmdir. Hökm ilahidir. Və Allah Teala hər bir şey haqqında da Qur'anda xəbər verir. Ki, insana fürsətdir ki, bu ayda neyniyə? Tövbə eləyə. Günahların bağışlanmağını istəyə, istiğfar eləyə. Nəcür eləyə. Günah nəcürdür. İnsan bunlardan nəcür çəkinməlidir. Allah Teala deyir, mən bu ayda şeytanın əl-ayağını zəncirləmişim. Düzdür, Allah şeytanın əl-ayağını zəncirləyib. Ancaq 11 ayda şeytan insanın nəfsinə təsir qoyub. İndi bu ayda insan gərək nəfsi ilə bir cihad yarada. Nəfsini sındıra. Və insan ac qalarsa, oruc vaxtında görürsən, insan özü ilə çalışır ki, daima danışığında, hərəkətində Allahın bəyəndiyi işləri görsün. Və insan bu ayda nə qədər başarırsa Qur'an oxusun, Allahla danışsın, Allah onunla danışsın, ibadətində çoxalsın. Yəni, bu bir fürsət ayıdır. Və insanlar da gərək bu ayda bu fürsətdən dəyərincə istifadə eləsinlər, tövbə eləsinlər. Hətta mən üzr istəyirəm mənsəbinizdə, Hacı İmam Səccad əleyhissalam bu ayın sonu gələndə çox pərişan olarmış. Ki, bilmək olmur ki, gələn vaxt Ramazan bizə qismət olar ya olmaz. O da ki, bu fürsəti gərək bəndə əldən verməsin. İnsanlar adi halda, bax görürsünüz, özünüz də görmüsünüz, ibadət eləyərkən insan daima deyir, Allah məni bağışla. Əstəğfirullah Rabbi və ətub ileyh. Bir insana sual versin, insan öz-özünə sual verə bilər. Siz də sual verə bilərsiniz. Sən ki dedin əstəğfirullah Rabbi və ətub ileyh, nəyi? Hansı günahı? Soruşsun, deyəcək ki, elə mən ümumi deyirəm də. Amma belə deyil. Bəzi insandan soruşanda günah eləyirsən, deyir, mən biləni yox. İnsan gərək öz günahların özü araşdıra. Həzrət Rasulullah sallallahu aleyhi ve sellem bir Həzrətdən bir hədis deyim ki, biraz da aydın olsun fikrimiz. Sahabələri ilə yol gedirdi, bir səhradan keçirdilər. Səhradakı bilirsiniz qumdur.
günəş vurur, qızdırır. Quraqlıq. Quraqlıq, hər yer qum, orada ağac yox, gölgə yox. Kölgəli yox. Həzrət bir an dayandı və buyurdu sahabəyə ki, bu səhrada mənim üçün çöl-çöp yığın. Səhrada çöl-çöp yox. Çöl-çöp yığın. Hı. Sahabə də baxdı Həzrətə ki, Həzrət görəsən bu səhrada çöl-çöpü neynir? Ocaq qalayacaq. Baxdılar bir-birinə, dedilər, ya Rasulallah, bu səhrada ki, biz baxırıq, çöl-çöp yoxdur axı. Həzrət buyurdu, yox, siz diqqətlə baxın. Diqqətlə baxsınız, görəcəksiniz. Sahabə diqqətlə başladılar, bu səhranı gəzdilər. Gördülər, hə, biri dilə mən tapdım. Biri qumun bu tərəfindən, biri o tərəfdən yavaş-yavaş bu çöpləri yığdılar. Gətirdilər Həzrətin qarşısında bir dənə təpə yarandı. Həzrət burada nə bildirmək istədi? Dedi, günahlarımız da bu cürdür. Günahlarımız da bu cürdür. İnsan gərək günahlarına uzaqdan baxmaya, yaxından baxa. İnsan gərək günahlarına Diqqətlə yanaşa günahlar. diqqətlə baxa, axtara ki, mən nə günahlar eləmişəm. Ümumi baxanda insan deyir, mən heç bir günah O eləməmişəm. bəzən insan var, deyir ki, mən neynədim, adam öldürmədim, Bəli. evi yıxmadım, belə doğrudan Böyük loruya. günah yoxdur. Bu elə bir şey, ən böyük günah adam Uzaqdan bir səhrada çöl-çöp axtaran ki, uzaqdan baxırsan, deyirsən, səhrada çöp olmaz ki. Adi bir şəxsin haqqında bir də zənn eləsən belə, bu günaha qərq olursan, bunu dərk elə. İnsan əgər öz günahlarını təbəqələrə bölsə, Bəli. mərhələlərə bölsə, insan o günahları tapacaq. Məsələn, insan birinci özünü qoysun, sual versin ki, mən nə etmişəm özüm üçün, cismim üçün. Sonra məsələn başqa bir səhifə açsın. Desin, mən ailədə nə olmuşam, nə cür olmuşam. Balalarımla, övladlarımla, ailəmlə, həyat yoldaşımla nə cür olmuşam. Neçə dəfə onu acılamışam. Neçə dəfə uşaqlarımı acılamışam. Övladıma demişəmmi namaz qıl? Allahı tanı. Sonra yenə bir başqa təbəqə, bir vərəq açsın özü üçün, bir səhifə açsın, sual versin, başlıq qoysun orada. Mən dostlarımın arasında, mən sinif yoldaşlarımın arasında, mən iş yoldaşlarımın arasında, mən cəmiyyətdə. Yəni bir bu səhifələri insan başlıqları qoysun və orada axtarsın, görsün ki, insan o sonra Allahdan bağışlanmaqlıq istəyəndə ünvanını göstərsin. Ki, mən hansı günahımın bağışlanmağını istəyirəm. Elə ümumi Allah məni bağışla, nəyi, hansını bağışlayın? Yada sal, peşman ol, sonra onun Bəli, o peşmançılığı həmən o etdiklərimi bir Bəli. vərəqlə gör, sən hansı, harda, nə cür səhv, xəta və ya günah iş görmüsən Allahdan. Bu ayda bir fürsət ayıdır ki, Allah Teala bu ayda insanı bağışlanmamış süfrəsindən kənar elədir. Amin ya Rabbi. Hazır, çox sağ ol deyirəm, təşəkkür edirəm. Amma yox, bu fikrimiz bu ilə bitmir, hələ suallarımız var, ünvanlayıcı. Hazır, bayaq bir mövzuya toxunduk ki, ailədə, evlad. Və evlad olaraq siz Hüseyndən razısınızmı? Əlbəttə, mən bütün balalarımdan razıyam. Allah saxlasın. Hüseyn də böyük oğlumdur, Maşallah. 2 oğlum var Allah bilirsiniz. saxlasın. Hər ikisindən və bütün övladlarımdan razıyam. Allaha həmd səna eləyirəm ki, Allah Teala onlara mənə bir nemət verib Subhanallah. və ona görə razıyam ki, onlar məni eşidiblər və məni Allahın yanında xəcalətli eləmirlər. Ki, onlar Allahın istədiyi bəndədir, Allahı tanıyırlar, Peyğəmbəri tanıyırlar və xüsusən də Əhl-i Beyti sevirlər. Hacıcan, biz sizə öz minnətdarlığımızı ona görə bildiririk. Şəxsəncə evladlarınızı Allah saxlasın. Bilirəm, qız fərzəndiniz var, oğul fərzəndiniz var, Allah saxlasın hamısını. Yəni, biz Hüseyni tanıyırıq da. Biz o qədər Hüseyni çox istəyirik. Yəni, biz ona görə təşəkkür edirik ki, siz bu cür oğul tərbiyələndirmişsiniz. Allah ondan razı olsun. Az sonra qayıdıcı, yəni sualım var, bir geniş sualım var. Şəncan, necə oldu məddəh oldu? Amma tam səmimi. Allah dünyasını dəyişən valideynlərə rəhmət eləsin. Yerdə qalanlara can sağlıq versin. Ömrümün əvvəlində, yəni özümü tanıdığım vaxtda gözümü açandan necə ki, bayaq Hacı buyurdunuz ki, Hacı ömrünü məscidə verib. Hacı demək olar ki, məsəl üçün, mənim uşaqlıq illərim
o biri uşaqların uşaqlıq illərindən fərqlənir. Bu birinci Allahın lütfüdür. Allahın lütfüdür. İkinci də yerdə valideynlərimin düzgün həyat seçimləridir ki, onların seçdiyi həyatda da biz varıq. Məsələn, mənim uşaq kimi oynamağım da məscidin həyətində olub. Çıxmışıq, uşaqlarla oynamaq istəyirik, hara məscidin həyətinə. Onda hələ məscid yox idi da. Bəli. Hələ təzə başlayırdı. Məclislər olub. Allah bütün valideynlərə can sağlığı versin. Allah mənim anamdan razı olsun. Anamın bu işdə böyük əməyi var. Analar başqadır da. İndi məsələn atama Allah can sağlığı versin, amma gəlib deyəcəm də, yəni bu Allahdan gizlidir. Vaxt olub ki, mən ağlamışam. Və o travmatik səhnələrdə hələ də yadımdadır. Çünki siz də təsdiqləyirsiniz, psixoloqlar da bunu deyir ki, 3 yaş, 4 yaş, 5 yaş bu aralarda tam yadımda da olmasa o travmatik səhnələr ki var, o indiyənə kimi yadda qalır. Məsələn, mənim yadıma gəlir ki, Hacı məsələn çıxardı evdən, məclisə gedərdi. Məsələn, Hacı əvvəllər çox məclislərə oldu, çox məclislərə gedib. Mən məsələn eşidərdim qulağımla ki, məsələn qulaq asardım ki, görəsən ata hara gedəcək bu günləri. Mən biraz ona çox meylli olmuşam ailədə. Mən onun arasında biraz başqa cür meylli olub. Bilmişəm ki, məsələn bu günlər falan yerə məclisə gedim. Məsələn, Hacı Mehdi iftar süfrəsinə çağırıb, ya məsələn hansı bir məclisə tez giyinmişəm. Qıraqda hazır qalırdım ki, ehtimal var axı mənə desin ki, məsələn, gəl bir 5 dəqiqə vaxt gəlməsin də paltara. Məsələn, gəlirdim, olurdu ki, məsələn, indi Hacı inciməsin, gəlirdim ki, məsələn, Hacı deyir ki, yox, sənin yerində öl ona. Məsələn, orada, gəlirdim anamı da, anam qurbanım, cəflasın mən. Ana gəldi, bir də həll edirdi məsələni, qurbanım ona. O, belə, bu cür, elə xidmətim də məsciddə başlayıb. İlk olaraq məscidin heyətində başlayıb. Amma məddahlıq sahəsində, səhnə arxasında ilk fəaliyyətlərim 10-12 yaşında təsadüf eləyir və həmçinin elə məsciddən Məhərrəm ayı ilə başlamışam xidmətə və Allah can sağlığı versin Hacı Samirə. Yeri gəlmişdir, mən efir vasitəsilə qardaşım Hacı Samir Samirə. Onun da məsələn çox böyük rolu var ki, onunla məclislərə getmişik, toylara getmişik, tədbirlərə getmişik. Özünüz görmüsünüz də, gözünüz qabağında olur. Və bugünkü gündə də şükür edirəm Allaha ki, Allaha həmsana edirəm ki, yaxşı ki, bu yoldayıq, xidmət eləyirik. Tək ki, Allah bu xidmətimizi qəbul eləsin. Ali dərəcədə qəbul etsin inşallah. Və Allah sizdən də razı olsun. Siz ustadsınız, Hacı. Siz bu məddahlıq sahəsində belə bir çıxmasın. Biz öyrənirik hələ də sizlərdən. Allah sizə can sağlığı versin və hər zaman bu cür diqqət göstərirsiniz. Gəl bir mən xatırlatma eləyim Şəncan. Sənin sözüdür, sən getdin, hələ Hacı Nafiq sənin atandır. Sən bir evlad olaraq ondan danışdın. Amma mən onun bir qardaşı balası olaraq kişiyi kimi biz 80-cı illərin əvvəllərində Qadirəm Təsəffir məscidinə ki, məclis qurulardı, Hacı Nafiq idi, dəstənin başında dayanardı. Mən məclis oxumaq üçün gəlib Hacıdan icazə. Hacı mənə göz eləsəydi, gəl oxuyardı. Yəni, o mənim böyüyümdür. Mən ona çox minnətdarım. Allah sizə var eləsin. Dəyərli izləyicilərim, gəlin, dəyərli qardaşım Hüseyn İsalıdan bir gözəl ilahı alaq və sonra söhbətimizi davam edin inşallah. Namazlı insan Allah'a ibadet payın mübarek Peygamber sedalı avazlı insan
Müqəddəs Ramazan ayınız mübarək. Müqəddəs tarixdir Ramazan ayı, Qur'anın nurudur cənnətin payı. Müqəddəs tarixdir Ramazan ayı, Qur'anın nurudur cənnətin payı. Söyləyir göylərin güneşi ayı, Müqəddəs Ramazan ayınız mübarək. Söyləyir göylərin güneşi ayı, Müqəddəs Ramazan ayınız mübarək. Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Müqəddəs Ramazan ayınız mübarək. Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Müqəddəs Ramazan ayınız mübarək. Səcdə et, unutma qadir Allahı, Allahdır əffedən suçu günahı. Dillərin sultanı, ayların şahı, Müqəddəs Ramazan ayınız mübarək. Müqəddəs tarixdir Ramazan ayı, Qur'anın nurudur cənnətin payı. Müqəddəs tarixdir Ramazan ayı, Qur'anın nurudur cənnətin payı. Söyləyir göylərin güneşi ayı, Müqəddəs Ramazan ayınız mübarək. Söyləyir göylərin güneşi ayı, Müqəddəs Ramazan ayınız mübarək. Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Müqəddəs Ramazan ayınız mübarək. Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Müqəddəs Ramazan ayınız mübarək. Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Müqəddəs Ramazan ayınız mübarək. Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Ramazan ayınız mübarək, Müqəddəs Ramazan ayınız mübarək. Kərbəla, çox sağ ol Şəncan. Allah səsvə və ömrüvə bərəkət versin inşallah. Dəyərli izləyicilərim, İş Media, İş TV bir ay, bir ömür adlı verilişimizlə yenə də verilişimiz davam edilir. Hacıcan, belə bir sual. Təbii ki, bayaqları bir dənə giliz, bir dənə işarə vurduzuğa mən elə düşündüm ki, bizim barədə sualımız var tövbə haqqında. Tövbə haqqında. Tövbənin ən düzgün və ən doğru yolu haqqında danışaq. Ya Allah. Bu da geniş bir mövzudur. Allah Tebarek Teala insanların əvvəlcə belə götürək ki, insanlar günah nəcür edir və nəcür olur ki, insanlar günahkar olurlar. Allah Teala insanların günahı haqqında Qur'anda danışır bizə. Əvvəlcə günahı Allah Teala bir pasa bənzədir. Pasa bənzədir ki, insan bir günah edəndə onun qəlbinə bir pas düşür. Yəni elə bir ki, bir ağ köynəyin üstə bir qara nöqtə düşsə, siz onu nə edəcəksiniz? Dərhal gərək təmizləyəsiniz, yoxsa köynəyi giyməz. Allah da deyir ki, o ilk düşən xal, o pas şəklində, onu cilalayın ki, qoy geçsin. Əgər insan bunu etmirsə, sonra Allah Teala buyurur ki, insan o günah etdikcə, ardıcan, insanın qəlbi başlayır xəstələnməyə.
xəstəlik tapır. Bax, bir misal gətirim ki, məsələn, bir insana bir dənə soyuq deyə, adi zükam. Bəli. Virusdur da. Necə ki, Allah keçmiş eləsin, daha bir daha Ha, bizim xalqımıza, dünyaya göstərməsin o, məsələn, o xəstəlikləri. İnsanlar çalışdılar ki, o xəstəlikdən müalicə olunsunlar. Virus, yəni bizim dilimizdə söyləyir, bir zükam, soyuq dəymə. Görürsən, insan çalışır, dərhal o soyuq dəyməni bədəndən çıxardır. Əgər çıxartmırsa, insan bunlara diqqət eləmirsə, biraz da o çirkab yerlərə gedirsə, artıq virüs yox, o çönür olur mikrob. Mikrobla virüsün fərqi var. Fərqi var. O mikrobda başlayır bir xəstəlik yaradır müqavimədə. Böyle bir fəsad. İnsan buna da əhəmiyyət verməyəndən sonra o biraz sərtləşir. Özü üçün bir yuva tapır, ya ciyərdə, ya başqa bir əzada sərtləşir. Allah Teala ki, görür ki, insan məsələn bunu istəmir də, sağalda. Görürsən, artıq o elə bir vəziyyətə gəlir ki, onu da həkimlər də sağalda bilmir. Və sağalmağın da mümkün olur. Allah da deyir ki, insan ki, ardıcıl bu günahları ki, elədi, tövbə eləmədi, bağışlanmağını istəmədi, geri dönüş eləmədi. Allah deyir, mən onların qəlblərinə möhür vuraram. Da onların nə qulağı eşitməz, nə gözü görməz. Yəni, insan Allah ki, bu varlığı xəlq edib, insana ağıl verib, insan gəlib başı yuxarı gəzə. İnsan gəlib başı aşağı gəzməyə. İnsan nə vaxt başı yuxarı gəzir, o zaman ki, insan ağlı yuxarıda bilir, nəfsi aşağıda bilir. İnsanlar ki, nəfsi yuxarı verdi, ağlı aşağı verdi, o insana başaşağı insan deyərlər. Yəni, hər şey nəfsi ilə idarə edir. Və o insanlara Allah Təbarək Teala bu barədə xəbər verir Quranda ki, etdiyi səhvi, günahı, xətanı dərhal aradan qaldırın. Ki, o sərtləşməsin, o xəstəliyə çövrilməsin, qəlbinizə möhür vurdurmayın. Dərhal onu aradan götürün. Çünki şeytan insanı söz verib ki, yoldan azdıracaq. Özdə şeytan belə deyir ki, şeytan belə deyir ki, insana dərhal gəlsin, düşün, filan iş eləyir. Yox, əvvəldə sevdirir, əvvəldə təklif eləyir. Ki, bu iş yaxşıdır, gəl ki, bunu görəsən, yavaş-yavaş təklif elədikcə insan gələ ayla. Əgər insan ayılsa, düşünsə ki, bu şeytan məni pis yola çəkir, pis şeylər mənə təklif eləyir, insan tövbə eləyib, istiğfar eləyib, o əməldən geri dönsə, o insan artıq qələbə çalar, ruhun təmizləyər, nəfsini təmizləyər, nəfsi iradəsini möhkəmləndirər. Yox, əgər elə ardıcıl gedə o şeytanın təklifləri ilə, təklifdən sonra şeytan dirəndi, bu işi elə gör günəndə də rahat görürsən, da şeytan da çıxır gedir, o daha da yavaş öz üçün görür və bunu adiləşir olsun. O günah da adiləşəndən sonra o insana haqqı da göstərsin, o görəndir. Haqqı da deyirsən, onu batil başa düşür. Azər, mən elə bu barədə bir dənə, bir çox bugün cəmiyyətimizdə belə bir sual formalaşır ki, müəyyən insanların, bəzilərində, təbii ki, üzr istəyirəm bütün izləyicilərimizin hamilə şamil bir qrup insanlar var ki, bu düşüncəni yaşayır. Mən tövbə eləsəm də Allah məni bağışlamır. Belə bir sual formalaşır və ya belə bir təfəkkür formalaşır. Bu düzgün yanaşma deyil. O da elə şeytanın onlara elədiyi təklifdir də. Şeytan onlara təklif edir ki, daha elə bu işdə daha sənin bağışlanma yoxdur. Amma Allah Teala deyir, mənim tövbə qapım açıqdır. Allah il boyu bizə fürsət verir. İl boyu əgər diqqət eləsək, nə qədər Allah bizə fürsətlər verir. İstir Qurban bayramında, ondan sonra bax bu Ramazan ayında misal üçün, bax o bəzi həmən insanlar ki deyir, Allah, bir dənə burada incə bir mətləb deyim, İmam Hüseyin əleyhissalam Kərbəlada nə dedi? Dedi, əgər indi tövbə eləyib qayıtsınız, tökdüyünüz qanları bağışlayaram sizə. Tökdüyünüz qanları bağışlayaram. Allahın yoluna qayıtsın. Cəddimin dinində qayıtsınız. Amma onlar nə elədilər? Diqqət elə, çox incə mətləbdir. İmam Hüseyni görürdülər, tanıyırdılar. Həmən o Kufə xalqı İmam Hüseyin əleyhissalamın atası Əli əleyhissalam o Kufədə rəhbər olmayıb. Görmüşdülər, tanıyırdılar, bilirdilər. Haqqı görə, bilə-bilən dandılar və qılınc çəkdilər. Niyə? Çünki onların gözləri
zahiri gözü görürdü. Bəsirət gözü bağlanmışdı. Bəsirət qulaqları kar idi. Qəlb Allah onlara möhür vurmuşdu. Elə bu ayın özündə bilirsiniz ki, Həzrət Əli əleyhissalamın şəhadəti var. İbn-i Mülcəm Allah lənət eləsin, əzabı şədid eləsin. İbn-i Mülcəm Əli əleyhissalam biyyət eləmişdi. Bəli. Əli əleyhissalam hətta buyurur bir qəzavətlərin birində yaralanmışdı. Əli əleyhissalam ona xidmət də göstərib. Amma nə oldu? Haqqı görə-görə, duya-duya. Əgər o ayılsaydı, Bəli. o çirkabdan özünü təmiz, nəfsin və iradəsini bütövləşdirsəydi, kamilləşdirsəydi, etməzdi. Etmək istəmədi və nəhayətində onun qəlbi möhürləndi. Cəzası da məlumdur ki, Allah ona cəza verəcək. O ki, biz deyirik ki, insan Allah Teala cəhənnəmə göndərəcək. O cəhənnəmdəki od var ha. Nədir o? İnsanın günahı. O yanan od elə günahın özüdür. Yanan od günahın özüdür. İnsanlar ki, bu günləri günah Cəhənnəmdə od işlər. olmur. Kim aparırsa odunu elə. Zahid məni allatma, cəhənnəmdə od olmaz. Onlar ki, cəhənnəmdə yanarlar, odu buradan apararlar. Bəli. O günah elə özü cəhənnəmin odudur. İndi sual sizin sözünüzə gətirirəm Buyurun, ki, buyurun. insanlar deyir, yox bizim bağışlam, yox onlar artıq xoş deyirlər günah eləməyi. Vərdiş edirlər. Vərdiş Ona görə o edirlər. sözdə əllərində Və doymurlar o günah eləməkdən, doymurlar. Məsələn, diqqət eləsə, əgər bir imanlı şəxsə daim namaz qılır, il boyu hətta oruç tutur, Bəli, bəli. 3 ay oruç tutanlarımız var, Bəli, bəli, bəli. ibadətdən doymur. Yaxşı. Bu cürə bunun əksi var. Ki, insan, o bir insanlar da günah eləməkdən doymur. Bu doymamaqlıq hardan gəlir? Əgər diqqət eləsək, Qur'an ayəsində Allah nə deyir? Cəhənnəmə sual verəcək Allah Teala ki, bəsdir. Yenə deyir, yox, yenə varsa at. Yəni, həmən insanlar doymamaqlığı elə o cəhənnəmin odudur da. Yəni, O günah özü oddur ki, insanı yandırar. Həm bu dünyada yandırar, həm ahirətdə yandırar. O insanın iradəsidir ki, nəfs, əsas insanın bu şeylərdə, tövbə ki, sualın əvvəlinə qayıdıram, tövbə eləmək üçün gərək nəfsini təmizləyə, nəfsi ilə mübarizə apara. Hacı bayaq bir Kərbəlayı şəhər verdiniz. Bu tövbə barəsində danışırıq. Düzdür, bu mövzular bizə hər gün lazımdır. Amma bir an nəzər salaq, nə 2000 Ömər Sədin qoşununda, neçə min insan var idi belə tarix əsasən. Onlardan da biri Həbib idi. Üzr istəyirəm, Hürr ibn Riyah idi. Son bir gecənin fürsəti. Bəli, elə mən də ona gətirmək istedim ki, həmən o zaman, o deyirlər ki, məsələn, mən tövbə eləsəm Allah, xeyr, bir an kifayət edir ki, Allah sizi bağışlasın. Nədir ki, Hür bir an düşündü, təfəkkür elədi ki, bu tərəf cəhənnəmdir, bu tərəf cənnətdir. Bu tərəf batildir, bu tərəf haqdır. Və öz nəfsinə əmr elədi ki, sən neynirsən? Sən məni də yandırırsan, özünü də yandırırsan, hər bir şey əlimdən alsın. Bir anın tövbəsinə bax, həmən Hürrü indi insanlar ziyarət edir. Elhamdülillah. Onun ucalığına bax. Gör, bir dənə doğru tövbəyə. Tövbə odur ki, yəni o işə geri qayıtmamaq. Bir o tövbəyə görə Allah Nə boyda izzət məqam, izzət məqam verdi. verdi. Əgər insan bu günləri dərk eləsə ki, həqiqətən insan bir sınasın özündə. Nədə? Bu çətin deyil ki. Görürsən xəstə adama həkim o dərman deyir, bu dərman deyir. Hətta bu günləri süni intellektdə xəstələr yazır ki, hansı dərman atım? Niyə? Çünki dərdi var da, istəyir dərman tapır. Və hər bir şeydən də istifadə edir ki, o xəstəlikdən sağaldı. Bir bunu da yoxlasın. Ki o günahından bir tövbə eləsin, görsün ki, hələ bu dünyada etdiyi peşmançılığa görə Allah ona nə izzət verəcək. Vallahi verəcək. İnşallah, inşallah. Bu günləri əgər biz eləyə bilsəydik ki, şeytanın yolu ilə gedək, nə gün siz bu yerdeydiniz, nə mən bu yerdeydim. Biz nəfsimizlə mübarizə edirik. Və başardığımız qədər. Və Allahdan da nə istəyirik? Allah Teala bu işdə bizə müvəffəq eləsin.
Bəli. Allah yardımcı olsun. Hacı Natiq, çox sağ olun. Allah var eləsin. Və dəyərli izləyicilərimiz, əvvəl özümə deyirəm ki, Allah bu ayın fürsətindən bizləri, necə deyərlər, əliboş yola salmasın. Allah Teala cəmi hər gün etdiyimiz qəlbən, bilərəkdən, bilmərəkdən etdiyimiz o günahlarımızı Allah bu ayın sonuna qədər bizləri əfv və qufran eləsin inşallah. Mən də dua edeyim. Mən elə Hacı onu demək bir kəlmə dua eləyim, biz amin deyə inşallah. Mən ən böyük duanı edeyim ki, ilahi Pərvərdigara, əvvəl duam budur ki, o əllər ki, qaldırırıq dərgah və naümid qaytarıb sinə. İlahi amin. Və Allahdan ilk öncə duam budur ki, Allah bildiyimiz, bilmədiyimiz günah və xətaları bizə bağışlayır. İlahi amin. Bizi bağışlanmamış dünyadan aparma. İlahi amin. Və ən böyük duam da budur ki, ilahi Pərvərdigara bizi bu dünyada və axirətdə Peyğəmbər və Əhl-i Beytindən ayrı salma. İlahi amin. Və bizə görə Peyğəmbərimizi o birisi Peyğəmbərlərin yanında qiyamət günü xəcalətdə eləmə. İlahi amin. Və bizi də Peyğəmbər və əymiyyətlərin yanında xəcalətdə eləmə. İlahi amin. Və zamanımızın imamını salamat elə. İlahi Huzurunu amin. təzil elə İlahi ginə. amin. Və Allah bu Ramazan ayında iltimas eləyənlər çoxdur. Bəli. Xüsusən də xəstələrimiz var. Amin. Allah bütün xəstələrimizə şifa inayət elə. İlahi amin. Və bu ayda Allah bu bərəkətli ayında dua eləyirəm bizim Azərbaycanın şəhidlərin, Kərbəla şəhidləri ilə həmnişin elə. İlahi amin. Qazilərimizə şifa ver. İlahi amin. Hər kimin nə hacatı var, nə dərdi var. Bu Ramazan ayında Allah onları qəbul eləginə. Biz də onların içində biz də xəcil eləməginə. İlahi Allah amin. sizdən razı olsun. Allahümmə salli ala Muhammed və ali Və Muhammed. rəhmətullahi və bərəkatuhu. Dəyərli izləyicilərimiz, bir ay, bir ömür adlı verilişimiz sona çatır. Təbii ki, iftar dəqiqələrinə az bir vaxtımız qalır. Mən dəyərli Kərbəlayı Hüseynin, Hüseyn İsalının nəğməsi ilə sizlərə sağ ol deyəcəm. Hacı bir daha minnətdaram. Allah razı olsun. Hüseyncan bir daha minnətdaram. Sağ ol, Allah əziz. ömrümüzə elə dünya və axirətimizə bərəkət versin inşallah. Dəyərli izləyicilərimiz, sabah günün bu vaxtına qədər sizlərdən ayrılıram. Nə deyim? Sağ olun, salamat qalın. Yol alıb sənə gəlir, xəyalım zəvvar kimi qoxlayır əmətrini, yoxluğunda var kimi. Odur böyük müəllim, bax eşqim ona təslim, üçün hər zaman təsəllim, ya Rasulallah. Odur böyük müəllim, bax eşqim ona təslim, üçün hər zaman təsəllim, ya Rasulallah. Aləmdə tək sən yeganə, sevənlər olmaz biganə, səndir tək səndir danə, ya Rasulallah. Aləmdə tək sən yeganə, sevənlər olmaz biganə, səndir tək səndir danə, ya Rasulallah. Titrəyər ruhum mənim, adın gələndə sənin, İstərəm qərar tutum, o paç qəlbində sənin. Odur böyük müəllim, bax eşqim ona təslim, üçün hər zaman təsəllim, ya Rasulallah. Odur böyük müəllim, bax eşqim ona təslim, üçün hər zaman təsəllim, ya Rasulallah. Aləmdə tək sən yeganə, sevənlər olmaz biganə, səndir tək səndir danə, ya Rasulallah. Aləmdə tək sən yeganə, sevənlər olmaz biganə,
Sendir tek sendir tane ya Resulallah. Tek sen yegane, sevenler olmaz bigane. Sendir tek sendir tane ya Resulallah. Alemde tek sen yegane, sevenler olmaz bigane. Sendir tek sendir tane ya Resulallah. Sendir tek sendir tane ya Resulallah.